Keçən həftə müsəlman dünyasının ən böyük mərcəyi təqlidlərindən biri olan Nəcəf şəhərində yaşayan Ayətullahul Üzma Seyyid Əli Sistani ağanın həyat yoldaşının dünyasının dəyişməsi idi və o xanımın özü iki cəhətdən çox insanların arasında tanınmış bir şəxs idi. Bir, belə bir mərcəyi təqlidin həyat yoldaşı olmaq. Unutmayın, böyük şəxslərin böyük bir məqama çatmasında onların həyat yoldaşlarının rol olub. O xanımın illərlə çiyin-çiyinə öz həyat yoldaşı ilə Sistani ağa çox əziyyətlər çəkib. Çox əziyyətlər çəkib. Nəcəf hövzəsini Səddam Hüseyn lənətullah əleyh kimi qəddar, cinayətkar adamdan ki, aşağısı 5 dənə mərcəyi təqlid öldürüb, 30-dan çox müştəhid öldürüb, minlərlə əmmaməlini edam elətdirib, ki, Ayətullah Sistanini də öldürməyə istəyib dəfələrlə, belə bir şəxsin həyat yoldaşı olaraq onunla çiyin-çiyinə bu çətin ağır günlərdə yaşamaq xanımın dözümündən xəbər verir. İki də özü tanınmış Ayətullah Şirazi ki var, bir dəfə inşallah danışarıq, onun nəslindəndir, məşhur Şirazilər nəslindən ki, onların böyük mərcəyi təqlidləri olub. Biz ilk növbədə ağamıza, Seyyid Əli Sistani ağaya, onun övladlarına və Nəcəf hövzəsinə, o cümlədən də ağamızın təqlid eləyən müqəllidlərinə başsağlığı veririk. Allah o xanıma rəhmət eləsin.